Qadınlarda varikoz. Varikoz xəstəliyi daha çox qadınlar arasında rast gəlinir və bunun konkret səbəbləri vardır. Əziz xanımlarımızı narahat edən bu xəstəliyin ən vacib səbəblərindən biri qadınlarda hamiləliklə bağlıdır. Ümumiyyətlə, varikozun risk faktorları arasında qadın cinsi olmaq artıq özü risk faktoru sayılır. Digər tərəfdən, qadınlarda hamiləlik dövründə orqanizmdə gedən ciddi dəyişikliklər, həm hormonal səviyyədə, həm maddələr mübadiləsi səviyyəsində gedən dəyişikliklər eyni zamanda dölün inkişafı prosesində böyüməsi və çanaq venalarını sıxması venoz qanın normal sirkulyasiyasına mane olur. Belə ki, bilirik ki, qan aşağıdan yuxarıya, yəni qravitasiyanın əleyhinə getdikdə müəyyən mexanizmlər işə düşür və bu mexanizmlər sayəsində qanın periferiyada mərkəzə doğru hərəkəti mümkün. Qadınlarda bu mexanizm pozulması olduğundan, ona görə də qadınlarda hamiləliyin hətta sayı müəyyən qədər varikozun yaranma ehtimalına şərait yaradır. Məsələn, 3 hamiləlikdən sonra varikozun yaranma ehtimalı az qala 100%-ə çatır. Biz burada hamiləliyi olan qadınlara vaxtında varikozun profilaktisi üçün tədbirlərdən geniş istifadə etməyi və fleboloqa müraciət etməyini məsləhət görürük. Bu məsələnin ən konkret yolu hesab olunur.